Animasiyanın hazırlanması prosesində gördüyüm işləri sizinlə bölüşəcəm. İlk öncə əldə etdiyimiz məlumatlar əsasında ssenarinin hazırlanması ilə başladıq və ssenarinin birinci səhnəsini mən yazdım və daha sonra storyboardın hazırlanması hissəsinə keçdik və mən 4-cü səhnənin storyboardını hazırladım. Daha sonra isə irəliləyən səhnələrdə Salihi tapan qadın obrazının dizaynını hazırladım. Daha sonra isə onun rənglərini təyin etdim. Salam, mən Nuray Cəfərova. Bu animasiya layihəsində ilkin olaraq mən öz üzərimə düşən ssenarinin bir hissəsini yazdım. Yəni bu ssenaridəki ikinci səhnədir. Daha sonra həmin səhnənin storyboardunu hazırladım. Bununla paralel olaraq Salih obrazı üzərində işlədim. Salih obrazının ilkin dizaynını yaratdım. Bundan əlavə olaraq storyboardları əsas götürərək onlar üzərində layoutu işlədim. Bu birinci səhnənin layoutunu əhatə eləyir və hal-hazırda isə biz digər qrup nümayəndələri ilə birlikdə birinci səhnənin background üzərində işləyirik. Salam, mən Mirzəyeva Arzu. Animasiya müddətində 3-cü səhnənin ssenarisini yazmışam. Storyboard mərhələsində isə ilk səhnənin storyboardını çəkmişəm. Eyni zamanda ümumi proses müddətində bitmə vaxtlarını və proses müddətinə mən nəzarət edirəm. Daha sonra obraz dizaynlarında isə Əsma obrazının dizaynını mən vermişəm. Burada əsas olan nüanslar Əsmanın 360 dərəcə görünməsi, ağız dizaynı və üz mimikaları idi. Mən Əsazadə Fatimə layihənin ilk addımı olaraq bizə yardımcı olacaq kitabça hazırladım. Bu kitabçada bizim gələcək iş prosesi ilə bağlı tanışlıq mərhələsi oldu. Tanışlıq mərhələsindən sonra ssenari və storyboarda keçdim. Burada mənim öhdəmə düşən isə 5 və 6-cı səhnələr idi. Storyboard və ssenari tamamilə komanda tərəfindən bitdikdən sonra animatika keçdik. Animatik çox kobud formada işlənilir ki, orada səhvləri görək, saniyələri öyrənək və dialoqların necə göstərəcəyini görək. Animatik bitdikdən sonra oradakı səhvlərdən təkmilləşərək animasiya mərhələsinə keçmişik. Salam, artıq layihəmizin son həftəsindəyik. Bu müddət ərzində etdiklərimizi sizə təqdim edirik. Bu müddət ərzində arxa planların çəkilməsini və ikinci səhnənin animatikinin hazırlanması işlərini mən yerinə yetirdim. Animasiyanın davamı prosesində mən ikinci səhnənin layoutunu hazırladım. Əlavə olaraq isə Əsma və Salih obrazı ilə yanaşı ana obrazının dizaynı, 360 dərəcə görüntüsü və mimikalar üzərində çalışmışıq. Prosesin davamında Salih və Əsma obrazlarının dizaynlarını vektor formasında yığdım və onlara rig verdim. Salih obrazının dizaynında mavi rənglərə üstünlük verdik, çünki mavi rəng autizm simvolu olaraq hesab olunur. Post-production hissəsində isə ana obrazı və Əsmanın səsləndirmələri edildi. Ana obrazının səsləndirilməsini qrafik dizayn proqramları fənnini tədris edən Pərvin Namazova Eldarlı, Əsma obrazının səsləndirilməsini isə Mədinə Mədətova etdi. Pre-production'da ilkin dəy üçün animatik bitirdikdən sonra animasiya mərhələsinə keçdim. Burada hazır dizaynlar və daha sonra isə fərqli proqramlarda istifadə etmişdim. Eskiz və perspektiva üçün Clip Studio Paint və Photoshop, daha sonra animasiya üçün Toon Boom Harmony, ən sonunda isə Compositing üçün After Effects işlətmişdim. Yenə tək gəldin. Demişdim axı, məni götürməyə qardaşımla gəl. Hətta sən gəlmə. Təkcə qardaşım götürsün məni bağçadan. Ağıllı qızım, sənə izah eləmişəm axı. Qardaşın gəlib səni götürə bilməz. Niyə? Ana, niyə? Niyə başqa uşaqların böyük qardaşları gəlib onları bağçadan götürür? Mənim qardaşım isə gələ bilməz. Mən də hamı kimi qardaşımla evə getmək istəyirəm. Əsma, sənin qardaşın hamı kimi deyil. Əslində, hamı kimi görünsə də o biraz fərqlidir. Necə fərqlidir? Niyə fərqlidir? Bax qızım, bəzi insanlar fərqli olurlar. Məsələn, kimisə gözü görmür, kimisə qulağı eşitmir, başqa biri isə danışa bilmir. Elə insanlar var ki, onlar da gəzə bilmirlər. Salih də fərqlidir. O görür, eşidir, gəzir, amma danışmır. Bir çox şeyləri edə bilmir, anlamır. Onun da öz dünyası var. Ona görə də fərqli davranır. Amma sevgimizi hiss edir. Buna autizm deyirlər. Salih də onlardan biridir. Hər nədirsə, heç yaxşı bir şey deyil.